Bizə CO və oksigen qazları qarışığı verir. Başlanğıc mol sayıları CO 4-dür, oksigen 1 moldur. Qazların tam reaksiyasından alınan qarşının orta molyar kütləsi X-dir və bizdən X-i soruşur. Gəlin baxaq. Burada reaksiyanı yazaq. Biz CO üstəgəl O2, CO2, bura 2 yazacağım, bura 2 yazacağım. Əmsallaşdıracağım. 4 mol və 1 mol verib. Biz bilirik ki, tam reaksiyada bir bundan reaksiyaya girəndə 2001 nisbətə 2 mol CO reaksiyaya gedəcək. Buradan 2 mol bundan qalır, buradan qalmır və 2 mol da buradan alınır. Deməli, bizdə sonda 2 mol CO var, artıq qalan və 2 mol da karbon qazı var. Deməli, bunların da orta molyar kütləsini tapanda 2 vur 28 üstəgəl 2 vur 44 böl 4. O da bərabərdir. Buradan ixtisar etsək 2-yə 14, 22 toplayanda da olacaq 36. Cavabımız 36.